Sonra gəlir qardaşlar 5-ci hədis. Əl-hədisul xamis. An Əbi Hüreyrə radiyallahu anhu qal. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, kən Rasulullah sallallahu aleyhi və səlləm İzə qamə iləs-salati yukəbbiru hinə yəqum. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm namaza qalxarkən o zaman təkbir gətirərdi. Yəni, təkbir-ü ihramdan gedir söhbət. Namaza durduğu zaman, yəni gəldi, durdu namaza, təkbir gətirərdi. Bu təkbir-ü ihram. Thumma yukəbbiru hinə yərkə. Sonra deyir, rüküyə gedərkən yenə təkbir gətirərdi. Thumma yəqul, səmi'allahu limən həmidə hinə yərfə'u sulbəhu minər-ruku. Sonra deyir, rükudan deyir, belini qaldırarkən, artıq belini düzləşdirərkən, səmi'allahu limən həmidə deyərdi. Yəni, Allah ona həmd edəni eşitdi. Burada da eşitdi nə mənadadır? Yəni, cavab verdi. Ona cavab verdi. Thumma yaqulu huwa qaim. Sonra artıq qalxandan sonra deyərdi ki, Rabbənə və ləkəl həmd. Ey Rəbbimiz, sənə həmd olsun. Həmd sənə məxsusdur. Thumma yukəbbiru hinə yəhvi. Thumma yukəbbiru hinə yərfə'. Thumma yukəbbiru hinə yərfə'u rə'səhu. Thumma yukəbbiru hinə yəscud. Sonra səcdəyə gedərkən, yəni aşağı əyilərkən, yəni səcdə üçün əyilərkən təkbir gətirərdi. Sonra səcdədən qalxarkən yenə təkbir gətirərdi. Başını səcdədən qaldırarkən təkbir gətirərdi. Thumma yukəbbiru hinə yəscud. Sonra təzdən yenə səcdəyə gedənə təkbir gətirərdi. Thumma yukəbbiru hinə yərfə'u rə'səhu. Sonra yenə səcdədən qalxanda təkbir gətirərdi. Thumma yəf'alu zəlikə fi salatihi kullihə həttə yəqdihə. Sonra deyir, bu etdiklərini namazını bitirənə qədər eyni bu cür davam eləyərdi. Hətta namazını bitirərdi. Və yukəbbiru hinə yəqumu min isnəteyni ba'dəl culus. 2 rükətdən sonra, oturandan sonra qalxanda yenə təkbir gətirərdi. Burada nədən gedir söhbət? Sözlü təkbirdən. Burada Əbu Hüreyrə radiyallahu anh rəvayət etdiyi sözlü təkbirlərdir. Burada əllərini qaldırmasından bəhs eləmir. Burada təkbirdən gedir söhbət. Allahu Ekber demək. Allahu Ekber. Yəni burada Peyğəmbər sallallahu əleyhi və səlləm bu təkbirləri açıq aydın gətirib. Təkbiratul ihram namaza girərkən Allahu Ekber, sonra rüküyə gedərkən Allahu Ekber, sonra görsən rüküdən qalxanda təkbir demir. Səmiyallahu limen hamidə, Rabbənə və ləkəl həmd. Sonra yenə aşağı səcdəyə düşəndə Allahu Ekber, sonra səcdədən qalxanda Allahu Ekber, səcdəyə gedən təzdən Allahu Ekber, sonra səcdədən qalxanda Allahu Ekber. Hamısını ard-arda deyir. Sonra deyir, bütün namazında bunu eləyər. Yəni, bir rükəti başdan axıra kimi izah elədi də. Təkbir-ı ihramdan ikinci səcdədən qalxana kimi hər rükətdə 2 səcdə olur, düzdür? O ikisini də dedi. Sonra deyir, bütün namazında bunu eləyərdi. Sonra əlavətən bir dənə qeyd elədi ki, bir də ikinci rükətdən qalxanda yenə təkbir gətirərdi. Və həmçinin orada əlləri də qaldırmaq, ikinci rükətdən qalxanda əlləri də qaldırmaq nədir? Müstəhəbdir. Sünnədir. Bu hədisi də İmam Buxari rəvayət edib və Müslim rəvayət edib. Buxaridə gəlir 789-cu hədisdir və Müslimdə gəlir 392-ci hədisdir. Və bu hədisdə deyir, dəlil var ki, intiqalət təkbirlərinin vacib olması, yəni intiqal təkbirləri, yəni bir hərəkətdən digər hərəkətə keçərkən təkbir gətirməyin vacibliyi. Sadəcə birində gətirmirsən. O da nədir? Rüküdən qalxarkən. Rüküdən qalxarkən təkbir gətirmirsən. Rüküdən qalxarkən Səmi'allahu limən həmidə deyirsən. Və digərlərində isə təkbirləri gətirirsən. Və deyir, bu təkbir həmçinin nədir? Qardaşlar, baxın, bu təkbirdir, namazın şüarıdır. Bax, bu təkbirlər namazın şüarıdır. Və deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm və Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra raşidi xəlifələr bu təkbirlərə daim davamiyyətli olublar. Yəni, hər zaman namaz qılarkən bu təkbirləri bu cür gətiriblər. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən az öncə dediyimiz hədis deyir ki, sallu kəmə rəaytumuni usalli. Məni necə namaz qılan görürsünüzsə, siz də o cür namaz qılın. Yəni, biz də o təkbirləri necə Peyğəmbər sallallahu aleyhi və səlləm gətirib o cür gətirməliyik. Bu da müxtəsər olaraq bizim 5-ci hədisimiz.